Salam. Deyə bilərsiniz, sayğaclarda enerji sərfiyyatı necə hesablanır? Yəni hansı fiziki kəmiyyətə əsasən? Belə bir sualla izləyicimiz müraciət etmişdi. Gəlin sadə, amma elmi şəkildə araşdıraq. Elektrik enerjisi belə hesablanır. Yəni enerji gücün zamanı hasilidir. Güc isə gərginliklə cərəyanın hasilidir. Burada 1 amper vurulmuş 1 saniyə bir kulondur. Kulon nədir? Elektrik yüküdür. Yəni naqildə kim nə qədər yük daşıyıb, onun hesabıdır. Deyək ki, 100 vaatlıq bir cihaz 10 saat işləyir. Düstura əsasən 1000 vaat vurulmuş saat, o da 1 kilovat saat. Kilovat saat elektroenergetikada elektrik enerjisi miqdarını müəyyən etmək üçün müəyyən edilmiş ölçü vahididir. 1 kilovat saat sayğacda bir vahid kimi göstərilir. Məlumat üçün, Azərbaycan Tarix Şurasına görə aylıq 200 kilovat saata qədər 8,4 qəpikdən, 200 kilovat saatdan 300 kilovat saata qədər 10 qəpikdən, 300 kilovatdan yuxarı isə 15 qəpikdən ödəyirsən. Qısaca desək, sayğac, volt, amper və zamanı hesablayıb, sonunda səni hesablayır. Sualın varsa rəydə yaz, biz də cavablandıraq. Bəyəndinsə düyməni bas və enerjini yay.